Hörmətli müştərilərimiz, sizlər üçün bu videomuzda bacardığımız qədər qədimin qızıllarına oxşar üzük modelləri göstərəcəm. Hər birində qiymətin qeyd olunacaq. Deməli, sizi yormadan videomuza keçid almaq istəyirəm. Birinci məhsulumuzu göstərirəm. Belə bir yaşıl qaş üzüyümüzdür. Qeyd edim, üzüklərin əksəriyyətinin qiyməti 8-9 manatdır. Yəni baha deyil. Baxın, ölçüləri də 18, 19, 20 ölçüdür. Belə bir məhsuldur. Sonra növbəti məhsulumuz onun biraz böyük formasıdır. Belə bir model. Sonra deməli belə bir məhsulumuz var. Baxın. Yəni bu üzüklər haqqında ətraflı məlumat verməyə məncə ehtiyac yoxdur. Videolarda tam aydın görürsüz. Yəni başdan da demişəm, 18, 19, 20 ölçü, qiymət 8-9 manat arası dəyişir. Sonra sizlərə belə bir modelimizi göstərirəm. Qeyd edin, bu modelin 20 ölçüsü bitib, ancaq 18-19 qalıb. Yəni belə əldə görünüşü çox əladır. Sadəcə olaraq modelimiz olmadığı üçün belə göstərirəm sizlərə. Sonra bu rəng belə bir üzüyümüz var. Baxın. Qiymət 9 manata, ölçülər 18, 19, 20 ölçü. Sonra tək üzük belə bir məhsulumuz var. Deməli, bu üzüyün ancaq qalıb 17, 18 və 19 ölçüsü. 20 ölçüsü bitib. Sonra bu da belə. Və belə bir məhsul gəlib, baxın. Bu qırmızı ilə çəhrayının qarışığıdır da, rəng videoda belə düşüb sadəcə olaraq. Ölçülər 18, 19, 20. Və sonra belə bir məhsulumuzu sizə göstərmək istəyirəm. Bu kənarı Versacaya oxşar üzüydür. Baxın. Bu məhsulun da ölçüsü 18 və 19 ölçüdür. 20 ölçü olanları bitib. Bir də belə bir modelimiz var, amma bunun ancaq balaca ölçüsü qalıb. 17, 18. Böyük ölçüləri yoxdur. Zəhmət olmasa sifariş veriləndə diqqətlə baxın, sonra sifarişinizi verin ki, sizə problem yaranmasın. Bir də görürsünüz, məsəl üçün ölçünü səhv deyirlər, barmağı olmur ölçü. Bu qədər. İnşallah ki, növbəti videomuzda sizə sep qolbaq modellərini göstərəcəyik. İzləmədə qalın. Hər birinizə öncədən təşəkkür.